Bismillah və bədikri vəliyillah. Salamlayıram sizləri bu gözəl təbiətdən, əziz və dəyərli izləyicilər. Bugünkü məsələmiz vacibi olan və zəruri olan bir məsələlərdən biridir. İnsanın mayəsinin, insanın sərmayəsinin və pulunun halallaşdıran bir məsələdir və bu məsələ hər bir insan üçün vacibdir. Bugünkü məsələmiz xums məsələsidir. Bəzi suallara istəyirəm qısa da olsa cavab verəm. Çünki xums məsələsi çox təfsilli bir məsələdir və bu məsələyi təfsilli danışmağımız üçün gərək saatlarla və silsiləvari bəhslər qoyulsun. Xums bildiyiniz kimi Allahın bəndələr üzərində maliyyə vəzifələrindən biridir. İnsan gərək qazandığının 5də birini nədir? Allaha versin. Yəni xumsunu çıxsın. Allah Subhanahu wa Taala buyurur ki, malımızın 5də biri Allaha, onun rəsuluna, onun əqrabalarına, yetimlərə və miskin və də yolda qalanlara, əlacsız insanlara çatmalıdır. Hər il qazancımızın 5də biri. Bəzi qardaşlar sual verir ki, bəs əgər bildik bu məsələ Freud dinləndir. Necə ki namaz vacibdir, necə ki oruc vacibdir, həc vacibdir. Xums da vacibatlardan biridir. Aya, sual verirlər ki, bəs əgər bir şəxs xumsun vacibliyini bilə və yenə də xums çıxmaya və Allaha öz qazancının 5də birini verməsə, onun hökmü nədir? Fəqihlərimizin rəyi budur ki, necə ki namazın haqqı olduğunu biləsən və namazı qılmayasan, həmin şəxsin hökmü fasikdir. Bu oruca da aiddir. Ramazan orucunu bilərəkdən tutmayana, namaz bilərəkdən qılmayana, xumsu bilib qılmayana və Freudində olan o 10 dənə bölünməçi var. Onların hər birini bilə və yenə də etməyə o şəxsə deyilir fasik. Fasik nədir? Bir şəxs əgər fasik olsa, həmin şəxsin nədir? Arxasında namaz qılmaya olmaz. İslami bir məhkəmə olsa, həmin şəxsin şahidliyi qəbul olunmaz. Həmin şəxs, yəni o şəxs ki, fasik hökmünü daşıyır, bir xəbər gətirsə, Allah Quranda buyurur ki, fasikin gətirdiyi xəbəri nədir? Yoxlayın. İmam Cavad əleyhissalam öz məktublarından birində öz şiyələrinə belə vurğulayır. Xums bütün vacibatlardan sonra, xərclərdən sonra, zəruri məsələlərdən sonra qalan artıq məbləğin 5də birinə tətbiq olunur. Xums 8 halda vacib olar. Məsələn, gündəlik ticarət, əmlak, o şeylər ki, bizə gəlir gətirir. Bütün gəlir gətirən maliyyə, ticarət, əmək haqqı, hətta səmərə, əkinçilər ki, məsələn, əkin əkirlər, onların səmərələrini götürdükləri zaman onlara belə nədir? Xums vacib olunar. O şey ki, sənə gəlir gətirir. İldə bir dəfə. İndi bəzilər sual verirlər ki, bu məsələlərin bidayəsi, yəni başlanğıcı necə olmalıdır? Biz necə, məsələn, bilmirdik, cahil idik. Xumsun vacibliyini bilmirdik ki, xumsu çıxmayan şəxsin sərmayəsi haramdır. Və bunda qeyd eləyək ki, əziz qardaşlar, biz bu Nəhcül Huda kanalındakı bu fiqhi məsələlərə toxunuruq, əqidəvi məsələlərə toxunuruq. Bu yalnız öz şiə qardaşlarımıza, imamiyyə əqidəsinə olanlara aiddir. Başqa bir əqidələrə mənsub olan insanlar nə cırnamasınlar, nə də bizi pis başa düşməsinlər. Biz yalnız öz şiələrimizə danışırıq. Xumsun başlanması üçün xumsu necə ödəməlisən, xumsu necə çıxmalısan, xumsu haralarda nə cür tətbiq eləməlisən, yaxşı olar ki, hər bir müqəllid öz mərcəyi təqlidinə yönəlsin. Məsələn, fərz eləyək ki, bir şəxsin borcu var. Məsələn, dükana borcu var. Bunun da xums vaxtı çatdı. Gələkdir ki, bu adam nədir? İlk borcunu ödəsin. Əgər borcu zəruri məsələlərdəndirsə. Yox, əgər borcu şəxsi bir borcdursa da, məsələn, kimləsə də şəxsi bir borcu var, kiməsə də şəxsi bir verəcəyi var və xums vaxtı çatsa, gərəkdir ki, ilk xumsunu versin. Və əgər istəmirsə, həmin şəxs bu vəziyyətə düşsün, nağarsın, xums vaxtına qalmış bir neçə gün borclarını versin, ta ki, əlində heç nə qalmasın. Məsələn, bəzilər sual eləyə bilər ki, qardaşlarımızdan biri stipendiya alır, universitetdə oxuyur və yaxud da bir hovzada oxuyur, şəhriyə alır, ratib alır. Bəziləri pensiya alır, qocalarımız. Bəziləri, məsələn, xəstəlik naminə xəstədir və hökumət ona pul ödəyir. O ödənişlər ki, mirasdır, misal irsdir, hədiyyələrdir, mehriyələrdir. O yollar ki, onlarda
o yolların nəticəsindən heç bir pul əldə eləmir. O onlara hədiyyədir. Yəni onların heç birinə nədir? Xums düşməz. Məsəl, biri paltar alır. Əgər o paltarı özünə hədiyyə alırsa, ona xums düşməz. Yox, əgər hədiyyə niyyəti ilə almasa, paltar əgər bir il ərzində istifadə olunmasa, ona xums düşər. Misal, bayaq elə qardaşlardan da biri sual verib ki, maşına xums düşürmü? Əgər maşın bir şəxsin öz tələbatının müqabilində alınmayıbsa da, məsələn, mən maşın almaq istəyirəm ki, öz zəruri tələbatlarımı yerinə yetirim. Məsələn, mən bu maşını almıram ki, məsələn, nəsə bir biznes kurum, nəsə bir pul əldə edeyim. Bu niyyətlə almıramsa da, məsələn, mən bunu, belə deyim, özümə şəxsi alıramsa, öz tələbatlarımı yerinə yetirmək üçün buna xums düşməz. Və yaxud da, əgər bu maşını borcla alsam, məsələn, kimləsə borc pulu aldım və borca maşını aldım. Borca alınan əşyaya da nədir? Bir şərtdən ki, gəlir kəsb eləməsin, ona da nədir? Xums düşməz. İndi sual eləyirlər ki, məsələn, xumsu necə çıxay? Baxın, əziz qardaşlar, bir şəxs artıq qazanc əldə elədisə də, həmən gününü gələk nədir? Xumsun rə'su sənə deyirlər buna. İlin əvvəli, yəni ilin başı. Gələk nədir? Rə'su sənə təyin eləsin. Məsələn, fərz eləyək ki, bugün aprel ayının 5-idir, 4-üdür. Mən maaşımı aldım. Və yaxud da bugün mən qazanc gəlir əldə elədim. Və yaxud da mən məsələn əkin biçmişdim, səmərəmi götürdüm. Və artıq mənim əlimdə qazanc var. Bugündən mən artıq təyin eləməliyəm ki, 5 aprel artıq mənim xums günümdür. Və gələn ilin 5-nə qədər mən artıq bizneslə məşğul oluram, hər nə işlər görürəm halal yollardan təbii ki. Bu pullar ki, mənim əlimdə təsərrüfü olunur. Baxacam artıq aprelin 5-də mənim əlimdə nə qaldı? Təbii ki, qazanc. Fərz eləyək ki, mən borc pul götürdüm, sərmayə elədim özüm üçün. Borca götürülmüş sərmayəyə nədir? Xums düşməz. Yalnız onun gəlirinə xums düşər. Yox, əgər bir şəxs məsələn qazanır və özünü böyüdür, mayasını artırır. Qazanır və mayasını artırır, həmin şəxs nədir? Gərəkdir ki, ilin sonunda həmin sərmayənin də nədir? Xumsunu çıxsın. Məsələn, bir dənə tətbiqi bir misal gətirək. Fərz eləyək ki, mənim gəlirim oldu 1000 manat və mən artıq özümə bir iş qurdum. 1000 manatı mən ta təsərrüf elədim. Sərf elədim bir il ərzində, özümü böyütdüm və ilin axırında dəqiqləşdirdiyim gündə baxanda gördüm ki, mənim əlimdə 1000 manat mayam var idi. 1000 manat da məsələn fərz eləyib borcdur. Və mənim gəlirim oldu artıq nədir? 1500 manat. Elə bu ki, 1000 manat mayamdır, 500 manat gəlirimdir. Bu 500 manatın artıq 100 manatını xumsa çıxmalıyam. Və qalan 400 manata qiyamətə qədər artıq nədir? Xums düşməz, illa ki, böyütmək şərti olmaz. Və bunu da qeyd eləyək ki, məsələn, qardaşlardan bəzilər ola bilsin, sual eləsin, desin ki, mən bir il ərzində işlədim, əziyyət çəkdim və gördüm ki, nədir? Artıq mənim əlimdə ilin axırında, xums günündə heç bir şey qalmadı. Misal, borclarım var idi, zəruri işlərim var idi, onları gördüm və ilin axırında gördüm ki, mənim əlimdə 1 manat belə olsun pul qalmadı. Əgər həmin şəxsin əlində həqiqətən pul qalmasa, həmin şəxsin nədir? Xums nədir? Həmin il vacib olmur. Niyə? Çünki olmayan bir şeyə xums çıxa bilməz. Amma yox, əgər hətta 1 manat belə əlində xeyir pul qalsa, onun nədir? 20 qəpiyini xumsa çıxmalısan. Və digər məsələlərdən də biri irs məsələsi. Məsələn, fərz eləyək ki, mənim atam rəhmətə getdi və mənə böyük bir miras buraxdı. Küçük, böyük fərq eləmir. Mirasa xums düşməz. Bayaq da qeyd elədiyimiz kimi, mehriyəyə xums düşməz. Hədiyyələrə xums düşməz. O şeylər ki, hədiyyə olunub, ümumiyyətlə onlara xums düşmür. Sadəcə olaraq belə bir məsələ var. Əgər mənə elm hasil olsa ki, mənim atam mənə verdiyi mirasda o mirasın vaxtilə xumsunu çıxmayıb, mən o mirası nədir? Tamamilə mən imsiyə bilmərəm. Gərəkdir ki, o miras mənə çatdığı zaman mən o mirasın 5də birini çıxam. Və ondan sonra o miras mənim üçün tamamilə halal olur.
Bunu da qeyd eləyək ki, o şəxslər ki, xumslarını çıxmırlar və mayalarını hər il artırırlar. Məsələn, 5də 1-ni Allahın payını vermirlər ki, Allah bəndəsi üzərində bunu vacib etdi. Həmin şəxsin nədir? Sərmayəsi haram olur. Və həmin şəxs nədir? Əlində təsərrüf elədiyi pul da həmçinin haram olur. Bunu da qeyd eləyək, əziz qardaşlar, xums məsələsində biz çalışdıq qısa da olsa suallara cavab verək. Əlbəttə ki, bu məsələdə hər bir şəxs gərəkdir ki, öz mərcəyi təqlidinə yönəlsin və onun şərtlərinə baxsın. Niyə? Çünki hər bir mərcəyi təqliddə zərrə qədər də olsa fərq var. Məsələn, bəzilər deyirlər ki, qazancını əldə etdiyin gün nədir? O şəxsə həmin gündən hesablamalıdır. Bəzi şəxslər var, yox, özləri təyin eləməyə icazə verirlər. Misal, əgər bir şəxs da fərz eləyək ki, neçə ilin namaz qılandı və indi ki, xumsun vacib olduğunu, xumsun nə dərəcədə vacib olduğunu bilmirdi. Da indi bilir, o neynəsin? Həmin şəxs təqribən getməlidir, hesablamalıdır onun əvvəlki illərini və əvvəlki illərinin nədir? Xumsunu çıxmalıdır. Niyə? Çünki əvvəlki illəri heç cür ona bağışlanılmır. Və sual verirlər ki, həddi buluğa çatan şəxsə mi aiddir bu? Məsələn, həddi buluğa çatmayan şəxsə mi aiddir? Xeyr, bu məsələnin həddi buluğu yoxdur. Məsələn, ola bilsin, fərz eləyək ki, bir oğlan uşağı həddi buluğa çatmayıb, amma gəlir əldə eləyir. Həmin uşağın nədir? Atası, yəni valideyni onun xumsunu çıxa bilər. Özü də həmçinin öz xumsunu çıxa bilər. Və ən əsas məsələ, xums kimə verilməlidir? Xums, düzdür, Quran qeyd eləyir. Kimlərə verilməlidir? Allaha, onun rəsuluna, imamın payı, onun qohumlarının payı, yetimlər, miskinlər və çarəsiz insanlara. Amma günümüzdə xums verilməlidir mərcəyi təqlidlərə və yaxud da onların vəkillərinə. Və o pulun da xumsun təsərrüfündə də həmçinin onlardan icazə alınmalıdır. Ona görə də bu xums məsələsi çox önəmli bir məsələdir. Haqqa, halala, harama çox güclü şəkildə itaət eləyən müttəqi qardaşlarımız çalışın bu videoyu bir-birinizə ötürün və ən azından bu videoyu ötürməsəniz də qardaşlara çatdırın ki, xums vermək vacibdir, labuddur, gərəkdir ki, nədir? Xums verək və xumsumuzu hesablayaq ki, ta bizim mayamız halal olsun, çörəyimiz halal olsun və Allah qarşısında alnı ağ olay. Esselamu aleykum cəmiyyən və rəhmətullahi teala və barakatuh. Bu günlük bu qədər. İnşallah daha da gözəl videolarla sizin qarşınızda olacağıq.